Yenidən hər vaxtınız xeyir. Bugün səhər yeməyimizi sizinlə bölüşdük. Günorta yeməyin əvəzinə isə biz 1 stakan yaşıl çaydan 2 ədəd paketdən ibarət olmaqla artıq qoymuşuq dəmlənməyə. Gördüyünüz kimi çayımız dəmlənir. 2 ədəd yaşıl çay var içərisində. Yanında gördüyümüz xurma paçkasıdır. Bundan 2 ədəd istifadə edəcəyik. Bu bizim günorta yeməyi əvəzimiz olacaq. 2 ədəd xurmamız. Belə bir qabda bizim kişmişimiz var. Tam qurumuş kişmişdir. Gördüyünüz kimi. Haradasa bu miqdarda. Çox ehtiyac yoxdur. Bu miqdardan bizim çayımızın yanında yiyəcəklərimiz, şəkər əvəzləyicilərimiz var. Həm bizə toxluq yaradacaq, həm də şirin karbohidrat istəyimizi az da olsa azaldacaq. Bundan əlavə çayımızı içdikdən sonra və ərzaqlarımızı yedikdən sonra biz vitamin qəbul etməliyik. Çünki bədən uzun müddət artıq vitaminsiz qalır. Diyeta saxladığımız vaxtda bədənimizdəki vitaminlər azalmağa başlayır. Yalnız eyni belə deyək də karbohidratı ləğv etdiyimiz, zülal çoxaltdığımız üçün və vitamin azlığı əmələ gələ bilər bizim bədənimizdə. Bunun da qarşısını almaq üçün mən belə bir vitamindən istifadə edirəm. Bunun içərisində gördüyünüz kimi 25 ədəd vitamin kompleksidir, mineral maddələr kompleksidir və bədənimizin bütün balansını təmin etmiş olur. İçərisində 30 kapsuldur. Swiss Enerji gördüyünüz kimi bütün bədən üçün olanlar. Bunların növləri fərqli-fərqlidir. Yəni biz bunun bütün bədən üçün, bütün hissələr üçün olanını götürürük və baxırıq bunun tərkibinə A, C, D, Y, K2, B1, B2, niasin, B6, fol turşusu, B12, biotin, kartoten. Gördüyünüz kimi mineral maddələrdən də kalsiyum, dəmir, yod, magnezium, zink, selen, mis, mangan, xrom, molibden, kalium, fosfor və guarana ekstraktı var. Yəni miqdarları da kifayət qədər bizə yetərlidir ki, diyet tutduğumuz dönəmdə bizim bədənimizin tam vitamin balansını təmin etmiş olsun. Dediyim kimi günorta yeməyindən sonra, yəni bu bizim günorta yeməyimiz olacaq. Ara öğünümüzdən sonra bu vitamini qəbul edirik və özümüzü tam axşama qədər sağlam şəkildə, tox şəkildə saxlaya bilirik. Bu qədər əziz izləyicilərimiz. Əgər siz də videomuzu bəyəndinizsə, bizim kanalımıza abunə olmağı və videomuzu bəyənməyi unutmayın. Sağ olun.